Esselamu Aleyküm, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Hal-hazırda gördüyünüz LG kondisionerində su axma var idi. Kondisioner yoldu, amma su axması dayanmadı. Öncədən bilməyənlərə qeyd edim ki, hər bir kondisionerin 2 dənə drenaj axan navalçası olur. Biri qarşısında, burada. Bu LG kondisionerində çıxan variantdır. Bu çıxır. Kənarda da bunu təmir etmək olur və ya yub təmizləmək olur. Yeni modellərdə artıq çıxmayandır. Korpusun üstündə olur. Bu çıxandır. Bunun biri də arxa hissəsində olur. Bu arxa hissəsində. Bu 25 manata yuyan kondisioner yuyan ustalar deyirəm. Qapağı açmadan yollara kondisionerə bu qapağı. O qapağı açmadan kondisioner yollar. Bilsinlər ki, bunun arxasında bir dənə də drenaj navalça var. Oradan da su axıb tökülür şlanq vasitəsilə çölə. Onların hər ikisindən biri çirkli olarsa və ya çat əmələ gələrsə, necə ki bunda çat var idi, mən bunu germetiklə paykaladım. Bu germetik görürsünüz, burada qubqadır, yarısı germetikdir bu hissədə. Ondan sonra kondisionerin su axması dayandı. Diqqətli olun. Allahın izni ilə usta çağırırsınızsa, mütləq qapağı çıxartmamış kondisioneri duzdurmayın və hər su axan kondisionerin su axma problemi çirklikdən ola bilməz. Digər problemlərdən də ola bilir. Diqqətinizə görə sağ olun.